Salam hörmətli şagirdlər, mən sizlərlə bugün şeir vəzinləri mövzusu barəsində danışmaq istəyirəm. Deməli, biz bilirik ki, bizim vəzinlərimiz 3 yerə bölünür. Əruz vəzni, heca vəzni, bir də sərbəst şeir. Deməli, gəlin elə ən qədim vəznimiz heca vəznindən başlayaq. Heca vəznimizin biz bilirik ki, digər adı barmaq vəznidir və bu vəznimiz əsasən daha qədim vəznlərimizdən biri sayılır. Niyə görə? Çünki səbəb odur ki, deməli, həmin bu vəznimizdən söhbət getdikdə biz onu Kitabi Dədə Qorquddu, daha sonra Avestadır. Bu kimi kitabları biz heca vəznində yazılmış görürük. Deməli, burada əsasən nədir? Hecaların miqdarı hecaların sayı qədər olmasıdır. Yəni, ən əsas xüsusiyyət burada bu sayılır. Amma gəlsək biz əruz vəznindən danışsaq, biz bilirik ki, ilk dəfə əruzu kim sistemləşdirib? Xəlil ibn Əhməd. Neçə bəhrini? 15 bəhrini sistemləşdirib. Elmi aləmdə neçəsi məlumdur? 19 bəhri məlumdur. Amma biz bilirik ki, ədəbiyyatımıza deməli əruzun 11 bəhri gəlib çatmışdır. Mən istəyirəm bəhirlər barəsində sizlərə məlumat verim. Gəlin yazaq bura. Deməli, birinci bəhrimiz biz bilirik ki, həzəc bəhri. Həzəc. Uşaqlar, xoşa gələn avazdır, avaz. Yaxud gözəl səs. Mən indi hamısını çatdıra bilmirəm. Biz bura nümunələr gətirsək, məsələn, Məhəmməd Füzulinin, gəlin yazaq burada, Məhəmməd Füzulinin, deməli, Leyli Məcnun poeması, Leyli və Məcnun. Daha sonra Şah İsmail Xətai, Şah İsmail Xətainin, deməli, Dəhnamə. Dəhnamə poemasıdır. Daha sonra hamının tanıdığı Məhəmməd Hadi. Tanımırsınızsa uşaqlara açın məlumatı oxuyun. Türkün nəğməsi. Hətta dərsliklərdə də var bu nəğmə. Yəni, hamı oxuya bilər. Daha sonra başqa nə deyə bilərik? Deməli, satirikimizin ən tanınmış nümunələrindən olan Mirzə Ələkbər Sabir. Nədir? Əkinçi şeiri. Baxın uşaqlar, bunlar deməli yazıldı bizim həzəc bəhrimizdə. Gələk indi deməli biz xəfif bəhrinə. Baxın uşaqlar, xəfif. Yüngül, zərif mənasını verir uşaqlar. Yüngül, zərif. Deməli, biz burada kimləri nümunə gətirə bilərik? Səid Əzim Şirvaninin, deməli, Qafqaz müsəlmanlarına xitab. Gəlin yazaq. Qafqaz müsəlmanlarına xitab. Biz bunu bura nümunə gətirə bilərik. Və daha sonra deməli danışırıq biz nədən? Rəməl bəhrindən. Uşaqlar, rəməl özü ləngəllənə, yəni ümumiyyətlə bir sözlə ağır mənasını verir. Burada da kimlər ola bilər? Məhəmməd Füzuli, daha sonra deyə bilərik başqa kimi. Bir də söz qəzəli. Bəli, söz qəzəli bu bəhirdə yazılıb. Daha sonra İmadəddin Nəsiminin Ağrımaz qəzəli bu bəhirdə yazılan qəzəlimizdən sayılır. Daha sonra gələk səri bəhrinə. Uşaqlar, səri deməli, belə deyim də sizə sürətli cəldi mənasını verir. Sürətli cəld. Amma münsəri isə uşaqlar deməli, belə deyim sizə, axıcı mənasını verir. Axıcı. Deməli, bu da oldu bizim münsəri bəhrimiz və gələk indi sizə müctəz bəhrinin izahını verim. Müctəz deməli kökündən qoparılmış mənasını verir. Qoparılmış və orada da kim yazmışdı? Cəfər Cabbarlı ana. Bəli, ana dramı. Yəni, hamı tanışsınız da Cəfər Cabbarlının ana dram barəsində. Uşaqlar, rəciz bəhrimiz var. Rəciz, düzdür, bu ədəbiyyatımızda ən az istifadə olunan bəhrimizdir. Və bu rəciz bəhrində İmadəddin Nəsimi Sığmazam qəzəlini yazıb. Deməli, bu da oldu bizim rəciz bəhrimiz. Bəhirlər barəsində düşünürəm ki, artıq
heç bir sualınız qalmadı. Demək, gələk sərbəst şeir. Uşaqlar, burada belə deyim də sizə, sərbəst şeir ümumiyyətlə səpkili şeirdir. Belə şeirlərdə qafiyədə rast gəlinə bilər, amma şərt deyil ki, qafiyə olsun. Yəni söhbət əgər sərbəst şeirdən gedirsə, misralar həm dalbadal, həm də çarpaz şəkildə burada qafiyələnə bilər. Yəni bu səpkidə yazılmış şeirlərdə müəyyən ölçü özünü göstərir. Daha sonra standart ölçüdən, vəznin tələblərindən kənara çıxsa, ahəng tarazlığı müəyyən qədər saxlanılır. Söhbət nədən gedir? Sərbəst şeirdən. Heca vəznində uşaqlar yazılan janrlar var. Yəni sizlər üçün qeyd edim. Janrlar. Həmin bu janrlarımız odur ki, məsələn bayatı, daha sonra qoşma, sonra deyə bilərik gəraylı, daha sonra təcnis, yəni biz bir çox şeyləri nümunə gətirə bilərik. Bura nəğmələrdir. Bunlar hamısı deməli heca vəznində yazılan janrlarımızdandır. Bu qədər. Əgər nəsə sualınız olsa, yenə də şərh bölməsinə yaza bilərsiniz. Sağ olun.